Salamlar hər birinizə əziz tələbələr. Bu videoda artıq sizinlə kompüterlərin hardware, yəni aparat, qurğular hissəsini danışmış olacağam. Ümumiyyətlə belə deyim, qəbula hansı tip suallar düşür? Kompüterin demək olar ki, aparat hissəsi, həmin bu hardware hissəsi biraz daha çətin gəlir tələbələrə. Çətin deməzdim, yəni əsas yerləri biləndən sonra artıq bu mövzunun belə deyək çətinliyi qalmır. Kompüterlər ümumiyyətlə belə deyək ki, ilk mövzuda qeyd etdik ki, informatika özü 3 bölmədən ibarət idi. Hansılar idi? Yadımıza salırıq. Hardware, brainware və software. Həmin o bölmələri növbəti dərslərdə keçmiş olacağıq. İndi keçirik hardware bölməsinə. Hardware bölməsi kompüterlərin aparat hissəsi idi. Yəni proqramlar, kompüterə qoşulmuş qurğulardır. Proqramları qeyd edirəm. Kompüterə qoşulmuş qurğulardan söhbət gedir. Kompüterin aparat təminatı dedikdə isə kompüterlərə qoşulmuş qurğular, onların əlaqəsi, qarşılıqlı interfeysini, əlaqəsini başa düşmüş oluruq. Ümumiyyətlə, kompüterlərin proqram təminatına keçməmişdən əvvəl kompüterin proqram təminatında ilk olaraq yaradılmış kompüterlərdir, elektron hesablama maşınlarıdır. Bunun haqqında məlumat verməliyik. Deməli, daxil oluruq bura. Kompüterlərin qeyd etdiyim kimi texniki təminat bölməsi idi ki, ilk olaraq bəs kompüterlər necə yaranıb, kompüterlərin yaranma tarixi necədir? Bunları nəzərdən keçirdək. Qeyd etdiyim kimi ilk hesablama maşınları ENIAC maşınları olmuşdu və bunlar Neyman arxitekturası, Neyman prinsipinə əsaslanmış olurdu ki, o da qəbula düşür. Neymanın əsas prinsipləri hansılardır? Onları da nəzərdən keçirmiş olacaq. Deməli, ilk hesablama maşını yaranır ENIAC maşınıdır. ENIAC maşını yaranır hardasa bir otaq boyda olur. Əvvəllər kompüterləri daşımaq olmurdu, çünki otaq boyda olan kompüteri necə daşıya bilərik, belə də baxanda. Ölçü olaraq isə 28 tona bərabər idi həmin bu maşınlar. Daha sonra belə deyim, biz dedik ki, kompüterlər texnikasını yaratdıq. Kompüterlər yarandan sonra müəyyən bir vaxt keçdikdən sonra hər dəfə bilirik ki, təkmilləşmələr olur. Yeni bir xüsusiyyətlər, yeni bir təkmilləşmələr gəlir ki, artıq kompüterlər təkmilləşdikcə bunlar elektron hesablama maşınlarını belə deyim, biz bazalarına görə nəsillərə bölürük. Yəni, hətta bir imtahan sualıdır ki, elektron hesablama maşınları nəyə görə nəsillərə bölünür? Deməli, elektron hesablama maşınları element bazalarına görə dedik ki, nəsillərə bölünəcək. Hansı nəsillərdir? Birinci, ikinci, üçüncü, dördüncü və nəhayət beşinci nəsil bugünün və gələcəyin kompüterləridir. Deməli, daxil oluruq birinci nəsildir. Qəbula necə düşür? Hansılar birinci nəsilə aiddir, ikinci nəsilə aiddir? Bu tipli sual düşür. Deməli, birinci nəsilə baxırıq. Təbii ki, nəsil ən birinci nəsildirsə, birinci nəsil digərlərinə baxanda daha az, necə deyim, yeni bir şey yarananda növbəti nəsilləri getdikcə daha çox təkmilləşir. Yəni, məsəl üçün, kompüter yarandı. Artıq bu dövrdə kompüterlər demək olar ki, sürətli şəkildə inkişaf ediblər və yaxud da texnologiya olsun. Təbii ki, ilk olaraq yarananda müəyyən bir addımlar atılır. Birinci nəsildə fikir veririksə, elektron lampalardan. Birinci nəslin element bazası nədir? Daha sonra birinci nəslin yaddaş qurğusu, həmçinin də birinci nəsildə hansı əməliyyatları yerinə yetiririk, onu bilirik. İlk olaraq təbii ki, təzə yarandığı üçün birinci nəsildə element bazası olaraq baxıram burada şəkilə elektron lampalardan istifadə edilirdi. Yaddaş qurğusu isə perfokart və perfalentdən istifadə edilir. İnformasiya burada ikili kodlar şəklində emal edilirdi. Yalnız baxırıq ki, yeni yarandığı üçün sadə riyazi hesablamaları yerinə yetirmiş oluruq. Ölçü təbii ki, böyük olacaq. Dedik, kompüter yarananda ölçüsü böyük idi. Daha sonra getdikcə kiçiləcək növbəti nəsillərdə. Hesablamada isə 1 saniyədə 10 minə yaxın əməliyyatı yerinə yetirmiş olurdu. Deməli, keçirik növbəti ikinci nəslə. Fikir veririksə, birinci nəsildə element bazası elektron lampalar idi. Artıq lampalardan keçdi. İkinci nəsildə tranzistorlar, yarımkeçiricilər və diodlara keçmiş oldu. Daha da təkmilləşdi. Fikir verirsə, bir növ disk formatına aldı. Daha sonra yaddaş qurğusu olaraq maqnit lentindən, streamerdən istifadə edilir. Fikir verirsə, yaddaş qurğusu olaraq birinci nəsildə perfokart, perfalentdən istifadə edilirdi. Artıq ikinci nəsildə maqnit lentindən, lentdən sonra disk gələcək. Ən rahat budur. Fikir veririk, yaddaş qurğusu olaraq üçüncü nəsildə diskdir. Burada da bu şəkildə uyğunluq qura bilərsiniz. Deməli, ikinci nəsildə yaddaş qurğusu olaraq maqnit lentdir. Üçüncü, bu arada perfokart, perfalentdən, məsəl üçün, birinci nəsil daha zəif olduğuna görə bunu da yadda saxlamaq daha rahat olacaq. Belə deyim. Belə yadda saxlaya bilərsiniz. Birinci nəslin element bazası lampa, P hərfi var. Artıq yaddaş qurğusu perfokart, perfalentdir. Bunu bu formada yadda saxlayın, sadə olur birinci nəsil olduğuna görə. İkinci nəsildə bəli, artıq burada sadə riyazi əməliyyatı isə biz artıq burada mətn tipli informasiyaları emal edə bilirdik. Artıq
mətn tipli informasiyalar olduğuna görə biz artıq alqoritmik dildən də istifadə edə bildik. Yəni dil, mətn belə əlaqə qura bilərsiniz. Mətn tiplidir, alqoritmik dildir, ikinci nəsildir. Yaddaş qurğusu olaraq maqnit lenti streamerdir. Maqnit lenti streamer dedikdə bizdə bu baxdığımız toy diskləri, DVD-yə quraşdırdığımız toy disklərini nəzərdə tutur. Yarımkeçirici diodlar dedik. Artıq 3-cü nəslə keçdik. 3-cü nəslə fikir veririk. Bunları yadda saxlamaq daha rahatdır. Dedim, 2-ci nəsildə yaddaş qurğusu olaraq maqnit lenti idi. Burada oldu maqnit diski. Və fikir veririksə, element bazası olaraq artıq sxemlərdən istifadə edilir. 3-cü nəsildə integral sxemlərdə 4-3-dən daha böyükdür də. Ona görə də 4-də böyük və çox böyük integral sxemlərdən istifadə edilir. Burada fikir veririksə, mən dedim ki, 3-cü nəslin yaddaş qurğusu olaraq maqnit diskindən istifadə edilir. 4-cü nəslə baxın, maqnit disk və yaxud da optik disk. Deməli, 1-ci nəsildə dedim, yaddaş qurğusu lampa dedik, element bazası. Ona görə perfakart, perfalent idi. 2-ci nəsildə maqnit lenti idi. Lentdən sonra disk gəlirdi. Yəni, 3-cü nəsildə maqnit diskindən, 4-cü nəsildə maqnit diski və optik diskdən istifadə edilmiş olurdu. Deməli, 3-cü nəsildə mən dedim ki, ilk dəfə deyəcək ki, alqoritmdə nə vaxt istifadə edildi? Mətn tipli alqoritm idi 2-ci nəsildə. 3-cü nəsildə ilk dəfə olaraq əməliyyat sistemindən istifadə edilmiş oldu. Qurğuların paralel işlənilməsi təkmilləşdirilmişdi. Əlavə qurğular qoşmaqla kompüterin imkanları artırıldı. Artıq yəni xarici qurğuları kompüterə qoşmaq mümkün idi. Monitordan və klaviaturadan 3-cü nəsildə istifadə etmək oldu. Artıq burada 1 saniyədə milyonlarla əməliyyatı yerinə yetirmək mümkün idi. Həmçinin də burada asinkron dəyişdirilə bilən qurğuların istifadəsinə də başlanılmışdı ki, qurğularda hər hansısa bir proses nasazlıq olanda onları dəyişdirmək də mümkün idi. Daha sonra baxırıq, 4-cü nəsildə artıq fərdi kompüterlərdən bu nəsildə aid idi. Yəni, fərdi kompüterlərdən artıq bu nəsildə istifadə edilməyə başlanıldı. Bizim bildiyimiz kompüterlər, daha sonra isə kompüterlər təkmilləşməyə başlanılmışdı. Və demişdik ki, hər növbəti nəsil gələndə nə baş verirdi? Hər növbəti nəsil gələndə kompüterlərin ölçüləri də kiçilmiş olurdu. Yəni, əsas nəyi bilməliyik? Kompüterlər element bazasına nəyə əsasən, daha doğrusu ehemlər element bazasına görə, nəsillərə nəyə əsasən bölünürdü? Element bazasına görə. Bir də hər bir nəslin element bazası nədir? Yaddaş qurğusu nədir? Bir də nə yaranıb? Hansı nəsildə ilk nə yaranıb? Bunlar uyğunluq olaraq qəbula düşür. Növbəti 5-ci nəsil var. 5-ci nəsildə belə deyim, 5-ci nəsil bugünün və gələcəyin kompüterləridir ki, artıq süni intellektin inkişafı, süni zəkanın inkişafını 5-ci nəslə aid etmiş oluruq. Bu da qəbul sualıdır ki, kompüterin arxitekturası, bir də kompüterin strukturları anlayışı var. Bunları bir-birlərindən nə ilə fərqləndirdik? Kompüterin strukturuna fikir veririksə, konkret olaraq tərkibi, yəni qurğulardır, bloklardır, qovşaqlardır, onlar arasında əlaqəni təyin edir. Konkret olaraq qurğular arasında əlaqəni. Kompüterin strukturu təbii ki də kompüterin daxilindən söhbət edir. Kompüterin arxitekturası isə kompüterin dedik ki, strukturu həmin bu qurğuları öyrənir. Qurğuların hansı qaydalar ilə öyrənməsini isə artıq arxitektura öyrənir. Fikir veririk kompüterin tərkib hissələrinin hansı qaydalar ilə qarşılıqlı əlaqələndiyini. Deməli, qayda söhbəti arxitekturada olur, struktur isə yalnız arasındakı əlaqələri öyrənmək üçün istifadə edilmiş olacaqdır. İndi kompüterlər yarandı. Kompüterlər yarananda Neyman arxitekturasına əsaslanmış olurdu. Neyman arxitekturası da indi qəbul suallarını göstərəcəm. Baxacaqsınız ki, Neyman arxitekturası da elə qəbul suallarından biridir ki, həmin bu testdə yerləşdirilmiş olur. Neyman arxitekturası hansı prinsiplərə əsaslanır? Əsas deməli, Neyman arxitekturasının əsas 4 prinsipləri var. Əslində rahatdır, çətin bir şey deyil, uzun qayda kimi gəlməsin. Hansıdır prinsip? Kompüter proqram ilə idarə edilən avtomatdır. Yəni, kompüter proqram olmadan istifadə edə bilmirik. Bilirik də, kompüteri işə salmalıyıq, BIOS bir proqram idi, BIOS işə düşməlidir ki, əməliyyat sistemini yükləməlidir. BIOS olmasa kompüter işləyə bilmirdi. O da deyir, kompüter proqram ilə idarə edilən avtomatdır. Okey, başa düşdük. Yəni, kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir. Bunu bildik, kompüter idarə edilən proqram ilə idarə edilən avtomatdır. Sonra fikir veririk, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Hər hansısa bir işdir, vəziyyətdir. İşlər vəziyyətdə olduğu zaman müəyyən bir qismdə proseslər yaddaşa yüklənir, yaddaşda həyata keçirir. Burada da deyir, yaddaş bir ölçülü və xəttidir. Bu necə deyir? Xətti deyir kvadratikdir, belə deyir. Yəni, bunun qaydası budur ki, kompüter ardıcıl və yaxud da variantlarda verir ki, kompüter paralel ünvanlanan vahid yaddaşa malikdir. Xeyr, yaddaş ardıcıl olmalıdır, vahid olmalıdır, bir ölçülü və xətti olmalıdır. Daha sonra əmrlərlə verilənlər arasında aşkar şəkildə fərq yoxdur. Bəli, əmrlərə də verilənlər kimi baxıb onlar üzərində əməliyyatlar aparmaq olar. Bu da eynidir. Komanda əmrləri ilə verilənlər.
Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Elə bunu birinci sözlə də əlaqələndirə bilərsiniz. Kompüter proqramı ilə idarə edildiyinə görə verilənlərin təyin edilməsi aparat yox, proqram səviyyəsində. Bunu da tərsinə verir. Proqram yox, aparat verir. Variantlardan da onu çıxmış oluruq. Ki demişdik ki, kompüterlər verilənləri 0 və 1-lər şəklində qəbul edir. Söhbət də ondan gedirdi. Deməli, bu tip sual düşsə, biz bunları bilirik ki, proqram olmadan kompüter işləyə bilməz. Sonra dediyi əmrlərlə verilənlər arasında fərq yoxdur. Sonra dediyi ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Vahid bir ölçülü və xəttidir. Həmçinin verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılmış olurdu. Kompüterlərin interfeysi ilə bağlı suallar düşür. Ümumiyyətlə, texniki təminatdan qəbula 2 dənə sual düşür. Bir açıq düşə bilər, bir qapalı düşə bilər, baxırda dəyişir. Deməli, kompüterlər bilirik ki, həm mərkəzi, həm də periferik hissədən ibarətdir. Mərkəzi hissə kompüterin daxili qurğularıdır. Periferik hissə isə xarici, əlaqələndirici qurğulardır. Həmin bu mərkəzi hissə ilə periferik hissənin bir-birləri ilə qarşılıqlı əlaqəsi interfeysini təmin edir sistem interfeysi. Yəni, mərkəzi hissə və periferik hissə bir-birləri ilə sistem interfeysi vasitəsilə əlaqələnmiş olacaqdır. Mən baxıram, mərkəzi hissə nələrdən ibarətdir? Mikroprosesor və daxili yaddaş qurğuları. Bir də var idi, periferik hissələrinə isə xarici yaddaş qurğuları, bir də idarəetmə pultu və daxil etmə və xarici etmə qurğuları bura aid edilmiş olur. Deməli, mikroprosesor gəlir ki, mikroprosesor ümumiyyətlə və yaxud da prosesor deyirik, kompüterin beyni adlanmış olacaqdır. Ki biz burada bütün hesablamada məntiq əməliyyatları yerinə yetirmək üçün, fikir verisi idarəetmə və hesab məntiq əməliyyatları yerinə yetirmək üçün mikroprosesordan istifadə etmiş oluruq. Daha sonra fikir veririk, daxili yaddaş qurğuları var. Daxili yaddaş qurğuları burada qeyd etmişik əməli yaddaş, həmçinin də daimi yaddaş olaraq qeyd etmişik. İndi bunlar haqqında geniş şəkildə məlumat verəcəm. Periferiya qurğuları, həmçinin digərləri haqqında. Deməli, mikroprosesor haqqında, xarakteristikası haqqında danışacağıq. Kompüterlərin əsas xarakteristikası qəbul suallarından biridir, dəfələrlə qəbula düşüb. Kompüterlərin əsas xarakteristikasına hansılar aiddir? Belə sual verə bilər və yaxud da uyğunluğu müəyyən edin, işləmə sürəti nədir? Məsəl üçün, qarşısında verib, bu tip düşür. Deməli, kompüterlərin və yaxud da ümumiyyətlə doğru mülahisələri seçin deyə düşür sual. Məsəl üçün, bir neçə prosesi birləşdiriblər. Məsəl üçün, biri xarakteristikaya aiddir. Biri deyir ki, məsəl üçün deyirəm, floppy disk məsəl üçün deyir ki, daxili yaddaş qurğusudur. Mən bilirəm ki, daxili yaddaş qurğusu deyil, xarici yaddaş qurğusudur. Yəni, orada məsəl üçün doğru və yaxud da səhv mülahisələri çıxmış olacaq. Deməli, kompüterlərin əsas xarakteristikalarından biri işləmə sürətidir. Bu, təbii ki, sürətdirsə, prosesordur da kompüterin əsas hissəsi. Kompüterin əsas hissəsi prosesor olduğuna görə, prosesor 1 saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayını ifadə etmiş olacaq, işləmə sürəti. Hamının bildiyi ən primitiv, ən sadə burada yaddaş tutumudur. Yaddaş tutumu kompüter alırıqsa, kompüterin mütləq bir yaddaşı olmalıdır. Məsəl üçün, bilirik ki, yaddaş tutumuna görə kompüterin qiyməti də dəyişir. Kompüterin də yaddaşında saxlanılan maksimal informasiya miqdarını ifadə etmiş olacaq. Daha sonra kompüterin nəyi ola bilər? Kompüterin sürəti ola bilər, kompüterin yaddaşı ola bilər, kompüterin qiyməti ola bilər. Kompüterin qiyməti də qeyd etdim ki, sürətindən, yaddaşından, əmrlər sistemindən asılı olaraq dəyişə bilər. Əmrlər sisteminə toxunduğuma görə kompüterdə əmrlər sistemi olur. Əmrlər sistemində təbii ki, əsas hissə prosesor olduğuna görə prosesorun yerinə yetirdiyi əmrlər toplusu olacaq. Əmrlər sistemi əmrlər toplusudur. Kompüterin qiymətini dedik, kompüterin tutumunu dedik, sürətini dedik. Kompüterin məhsuldarlığı var. Bu məhsuldarlığı isə 1 saniyədə emal olunan məsələlərin orta sayı. Deməli, saniyədə yerinə yetirilən sadə əməliyyatın sayı bizdə işləmə sürətidir. Burada isə məhsuldarlıq emal etmişəm ki, artıq məhsuldardırmı? Yəni, belə yadda saxlaya bilərsiniz. Emal, yəni yeni bir, məsəl üçün, mövcud olan sənəddən yeni bir sənəd yaratmağa bilirik ki, emal etmək deməkdir, informasiyanın emal xassiyəsinə. Məhsuldarlıq da ki, emal olunub ki, baxıram ki, emal edilən məsələlər orta sayını qaytarmış olacaqdır. Sonra hesablama dəqiqliyi var. Hesablama dəqiqliyi isə burada mərtəbəlinin sayı ilə ifadə edilmiş olacaqdır ki, 32, 64 mərtəbəli ola bilər. Məsəl üçün, biz həmin mərtəbəyə əsasən kompüterdə proqramlar, əməliyyat sistemini yükləmiş oluruq. Deməli, indi gəlirik bizdə nə qaldı? Kompüterin iş etibarlığı əslində etibar olması güvənilir olmasıdır. Bu sözdən irəli gəlir. Yəni, kompüterin başına nə gəlirsə, belə deyim, lor dildə desək, kompüter müəyyən şərtlər olsun, müəyyən vaxt müddəti ərzində olsun, öz xassələrini saxlaya bilməsi. Yəni, etibarlıdır da, başına nə gəlirsə gəlsin, dəyişmir. Yəni, müəyyən şərt olsun, vaxt olsun, öz xassələrini saxlamaq qabiliyyəti etibarlığıdır. Qiymətin məncə yaddan çıxmaz. Əmrlər sistemi əmrlər toplusuydu. Yaddaşı bilirik, maksimal yaddaş idi. İşləmə sürəti prosesordan asılıdır. Prosesorun saniyədə yerinə yetirdik. Sadə əməliyyat işləmə sürətindədir.
Məhsuldarlıqda isə emal edilən orta əməliyyat sayıdır. Hesablama dəqiqliyi dediyi mərtəbəli ilə ifadə edilmiş olur. Məncə yaddan çıxmaz. Deməli, sonra gəlir ehemlərin təsnifatı. Ehemləri hansı prinsiplərinə görə təsnifata bölmək olar? Baxırıq ki, ehemləri işləmə prinsiplərinə görə, element bazalarına görə, təyinatı və qabarit ölçülərinə görə biz ehemləri təsnif edirik. Bu arada bu da bir qəbul sualıdır ki, qabarit ölçülərinə görə bu həmin qrupların, yəni kompüterlərin bölünməsidir. Qabarit ölçüləri və məhsuldarlığına görə biz kompüterləri bölürük. Hansı kompüterlərdir? Çox böyük kompüterlər var, yəni superkompüterlərdir. Böyük kompüterlər və yaxud da mainframe'lər gedir adları. Orta kompüterlər, kiçik kompüterlər və yaxud da mini kompüterlər. Bir də var mikrokompüterlər. Bu da oldu ehemlərin təsnifatı. Elə burada da qeyd etmişəm. Qabarit ölçülərinə bəli bu formada bölünmüş olacaq. Bu da bir qəbul sualıdır. Sonra fərdi kompüterləri nəyə əsasən təsnif edirlər? Ümumiyyətlə belə deyim, biz gəlirik fərdi kompüterlər haqqında danışacağıq. Fərdi kompüterlərə baxırıq ki, nələr aiddir? Stol üstüdür, yığcamdır, palmitondur, planşetdir, smartfon, baraban və subnotebooklar fərdi kompüterlərə aid edilmiş olacaqdır. Desktopun daxilində isə, yəni stol üstü kompüterlərin daxilində serverlər, evdə istifadə olunanlar və işçi stansiyalara bölmüş olacaq. İndi bunlara toxunacağıq və yaxud da ümumi məlumat versək, fərdi kompüterlərin nəsilləri bilirik ki, müxtəlif nəsillərə bölünür ki, burada artıq yığcamdır, daha rahat daşına biləndir, planşetdir, smartfondur, telefonlardır. Həmçinin subnotebooklardır, notebookların daha kiçik versiyalarını əhatə etmiş olacaqdır. Deməli, fərdi kompüterlərin texniki təminatı ümumiyyətlə biz kompüterləri öyrənərkən kompüterlərin əsas tərkib hissələri sistem bloku, monitor və klaviaturadır ki, indi onlar haqqında bir-bir danışmış olacaq. Ümumiyyətlə, sistem blokuna baxıram. Sistem bloku demək olar ki, kompüterin işləməsi üçün əsas qurğulardan biridir. Demək olar ki, sistem bloku olmasa kompüter işləyə bilməz. Vacib olan, kompüterin işləməsi üçün vacib olan qurğulardan ibarətdir. Sistem blokunun həm daxilində, həm də xaricində yerləşən mühüm elementlər var ki, burada məsəl üçün xaricində nə yerləşir? Mən burada sistem blokunu yandırmaq üçün power düyməsi var, reset düyməsi var, diskin salınıb çıxarılması üçün düymələr var. Bu, məsəl üçün, xaricində yerləşən düymələri var. Sonra nə dedim? Disk birləşdirici var, kabellərin birləşdirilməsi üçün, xarici qurğuların qoşulması üçün, məsəl üçün, yuvalar var. Bu xaricidir. Bir də daxilində var. Daxilində nələr yerləşə bilər? Baxıram ki, daxilində qida blokudur, power supply, belə bu formada yazılıb. Ümumiyyətlə, bu enerji mənbəyi rolunu göstərmiş olur. Anakart, ana plata demək olar ki, kompüterin əsas tərkib hissəsidir. Onun şəkli də var, onu göstərəcəm. Sərt disklər və disk sürücüsündən ibarət olur ki, diskdəki məlumatların yazılıb oxunması üçün istifadə ediləcək. İndi gəlirik bir-bir bunlar haqqında məlumat verməyə. Birinci gəlir bizdə qida bloku. Qida blokunun şəklinə baxırıq, burada göstərmişəm. Qida bloku deməli kompüterə enerji verən hissədir. Yəni kompüteri qidalandıran hissədir. Yəni məsəl üçün mən hal-hazırda kompüteri işlədəndə, yəni bunu videoya baxanda da arxa fonda fikir verirsinizsə, kompüterdən səs gəlir. Kompüterdən gələn həmin o səs-küy, arxa hissədə çoxlu gələn həmin səs-küy həmin qida blokunun hesabına olur. Yəni qida blokunun əsas vəzifəsi belə deyək, dəyişən cəryanı sabit cəryana çevirməkdən ibarətdir ki, soyudur ki, burada daha doğrusu enerjiləri bir-birinə çevirməklə məsəl üçün belə deyim də, eyni enerjidə olarsa bunlar, qurğular eyni enerjidə olsa, bu qurğular bir-biri sıradan çıxa bilər. Ona görə də müxtəlif cəryanda olurlar ki, bir-birini rahat şəkildə tənzimləyə bilsinlər. Bu qida bloku oldu. Daha sonra var burada fikir verirəm, bizdə nə var? Burada disklər var. Kompüterin dedik ki, daha doğrusu sistem blokunun daxilində sərt disk yerləşə bilər ki, sərt disklərə də fikir versək, sərt disk ən belə primitiv, ən lokanik misal desəm ki, sərt disklər bizdə kompüterdə yerləşdirdiyimiz bütün saxlanılan verilənlər sərt diskdə saxlanılır. Yəni sərt diskdəki verilənlər silinmir. Müəyyən məlumatı kompüterdə uzun müddət yaddaşda saxlamaq üçün biz sərt diskdən istifadə etmiş olacağıq. Fikir verirəmsə, qat-qat disklərdən ibarətdir, üst-üstə örtülmüş disklərdən ibarətdir və məlumatların oxunması üçün də burada kiçik bir iynə var ki, rahat şəkildə məlumatlar oxunmuş olacaqdır. Bunu məncə bilməyən yoxdur, disk sürücüləridir. CD və DVD və DVD-RV hissələrdən ibarətdir. Bunların fərqi nədir? Məsəl üçün bilməliyik, açıq sual olaraq düşmüşdü ki, yenə də mülahisələri müəyyən edin. DVD-R, DVD-RV-nin fərqi nədir? DVD-R-ə bir dəfə yazılır, üstə məlumat yazıla bilməz, silə bilmirik, dəyişikliklər apara bilmirik. CD-RV-də isə dediklərimin əksini, yəni müəyyən dəyişikliklər aparmaq olur, silmək olur, redaktə etmək mümkün olur. Bu oldu disk sürücüləri. İndi gəlirik dedik ki,
həmin bu sistem blokunun daxilində qida bloku haqqında danışdıq, sərt disk haqqında danışdıq, disk sürücüsü haqqında da danışdıq. Qaldı anakart. Anakart demək olar ki, bu mövzunun möhrüdür. Hər şey anakart üzərində yerləşir. Anakart kompüterin əsas qurğularından ibarətdir. Burada da qeyd etdiyimiz kimi, onlar arasında informasiya mübadiləsini həyata keçirmiş olacaqdır. Anakart olmadan təbii ki, bayaqdan deyirik, mikroprosesor kompüterin beynidir. Olmadan kompüter işləyə bilməzdir. Həmin ilə mikroprosesorun özü də anakartın içərisində yerləşir. Fikir verin, anakartın üzərində olan bəzi vacib qurğular var. Məsəl üçün, anakartın üzərində bildiyimiz hansı qurğular var? Mikroprosesor, əməli yaddaş, daimi yaddaş, keş yaddaş, GMOS. Məsəl üçün, belə sual da verir. Anakartın daxilində yerləşən qurğunu seç və yaxud da yerləşməyən qurğular bu formada düşür ki, anakartın, belə bir sual var idi. Sərt disk anakartın daxilində yerləşir. Fikir verin, sərt disk xarici yaddaş qurğusudur, anakartın daxilində yerləşə bilməz. Bu belə. İndi fikir verirəmsə, burada əsas hansı hissələrimiz var bizdə? Məndə gəlir anakartın üzərində yerləşən qurğular. Mikroprosesor dedik ki, kompüterin beyni hesab edilirdi. Ki, burada da burada əslində hal-hazırda məlumat vermədiyimiz hissələr var. Bəli, dedim ki, mikroprosesor kompüterin beyni hesab edilirdi və buradakı informasiyalar ikili kodlar şəklində emal edilmiş olacaqdır. Həm hesabi, həm də məntiqi əməliyyatları yerinə yetirmiş olacaqdır. Ki, mən məsəl üçün hesablama əməliyyatları yerinə yetirəndən sonra verilənlər idarə edici qurğu tərəfindən alınır və harda registr yaddaşda emal edilmiş olacaqdır. Deməli, verilənlər alınır və registr yaddaşda emal edilmiş olacaqdır. Burada da yenə verilənlər bura ikili kodlar şəklində daxil edilmiş olacaqdır. Sonra burada görürəm RAM var, ROM var. Bunların fərqi nədir? RAM bizdə əməli yaddaş qurğusudur. RAM-ın müxtəlif adları var. RAM-a biz müvəqqəti yaddaş, operativ yaddaş da deyirik. Yəni, məsəl üçün, RAM elədir ki, lövhəyə yazı yazdım, məlumat aldıq, sonra sildim, çıxdı, getdi. RAM budur, ona görə müvəqqəti və yaxud da operativ yaddaş da deyilir RAM-a. Fikir veririksə, RAM bizə aktiv proqramları yaddaşda saxlamaq üçün istifadə edilir. Məsəl üçün, mən eyni anda burada həm kaydı açmışam, həm dərs keçirəm, həm məsəl üçün kənardan musiqiyə qulaq asa bilərəm. Təbii ki, indi hal-hazırda o vəziyyət mümkün deyil. Yəni, eyni anda bir neçə prosesi həyata keçirirəm. Bu da RAM vasitəsilə yaddaşda saxlanmış olur, müvəqqəti olaraq. Ona görə də RAM-a müvəqqəti və yaxud da operativ yaddaş deyilmiş olur. Yəni, belə ən qısası deyək, kompüter yanandan sönənə kimi RAM işləyir. RAM əlavə olaraq mikroprosesor ilə qarşılıqlı əlaqəni, interfeysi təmin etmiş olur. Əgər bunlar arasında ki, məsəl üçün RAM zəif olsa, mikroprosesorla arasındakı əlaqəni təmin etmək üçün əlavə olaraq, daha doğrusu RAM deməyim, yəni mən dedim ki, mikroprosesorla RAM bir-birləri ilə daimi olaraq informasiya mübadiləsində olur. Ki, indi bizdə burada dövrəyə girir keş yaddaş. Mən dedim ki, RAM ilə mikroprosesor arasında informasiya mübadiləsi gedir. Bunlar arasında informasiya mübadiləsi getdiyi zaman RAM təbii ki, mikroprosesordan güc baxımından geri qalacaq. Buna görə də həmin bu RAM-ın mikroprosesora müraciəti üçün keş yaddaşdan istifadə edilir. Daha rahat şəkildə, yəni mikroprosesorun, daha doğrusu əməli yaddaşın, yəni RAM-ın bu mikroprosesordan geri qalmaması üçün, yaxşı şəkildə müraciət etməsi üçün biz artıq keş yaddaşdan istifadə edirik. Keş yaddaşda ilə fikir verirsə, həmin bu anakart üzərində yerləşir. Keş yaddaşda 2 səviyyəli var. Birinci səviyyədə sürət yüksək olur, yaddaş zəif olur. İkinci səviyyədə isə yaddaşı yüksək, sürəti isə daha aşağı olmuş olacaq. Sonra gəlir növbəti ROM yaddaş. Bu arada əməli yaddaş RAM müvəqqəti olduğuna görə enerjidən asılıdır. ROM isə enerjidən aslı olmayacaq. Çünki bu bizdə daimi və yaxud da daxili yaddaş qurğusu gedəcək, ROM-lar. Ki, məsəl üçün, mən elektriyi, enerjini söndürsəm də məlumatım orada qalacaq. Amma məsəl üçün, RAM-a demişdik ki, kompüter söndü, getdi, məlumat getdi, müvəqqəti olaraq və yaxud da lövhədən sildim, çıxdı, getdi. Daha sonra qeyd edirəm burada. Bu RAM, daha doğrusu ROM haqqında danışırdım. ROM dedik ki, daxili yaddaş qurğusu idi. Daxilində isə BIOS və POST proqramlarını saxlayırdı. Deməli, ROM. Daxilində BIOS və POST-u saxlayır. Bu arada bunu RAM deyirlər, daxilində saxlayır. Bunu artıq variantlardan səhv olaraq çıxmış oluruq. Bu formada verirlər. BIOS POST konfigurasiyası da nədir? Demişdik ki, kompüter olaraq ilk açılanda gəlirdi, BIOS işə düşürdü. BIOS proqram idi. Kompüter ilk istehsal olunanda daxilində təkcə BIOS proqramı olur. Yəni, BIOS olmasa digər proqramları işlədə bilmərik. BIOS gəlir, əməliyyat sisteminin yüklənməsini tənzimləmiş olur. Ki, BIOS prosesində belə deyim, əməliyyat sistemini xarici yaddaş qurğusu olan sərt diskdən götürür, əməli yaddaş qurğusu olan RAM-a köçürmüş olacaqdır. Bu proses bizdə load prosesi adlanır. Daha sonra burada proses yüklənir. Yüklənəndən sonra gəlir qurğular yoxlanılır. Qurğular yoxlanılan sonra isə həmin bu proses qurğularda hər hansısa bir problem yoxdursa, bu
Əgər problem varsa, daha doğrusu siqnal səsi gəlir. Problem yoxdursa da normal işinə davam edir. Həmin bu yoxlama prosesi bizdə post prosesi adlanmış olacaqdır. Daha sonra növbəti hissə GMOS gəlir. GMOS öz enerjisindən asılıdır. Bu nə idi? Bunun haqqında məlumat verim ki, bu öz enerjisindən asılıdır. Məsəl üçün deyirlər ki, elektrik enerjisi və yaxud da xeyr, bu öz enerjisindən asılıdır. Bu kompüterdə göstərilən saatı ifadə etmiş olur. Düzdür, məndə hal-hazırda məsəl üçün saat görsənmir. Kompüterdəki göstərilən saatı ifadə etmiş olacaq ki, hal-hazırki məsəl üçün saatı, vaxtı göstərmiş olacaq. Bu da ki, öz enerjisindən asılıdır. Məsəl üçün, mən bunu sıfırlasam, bateriyanı çıxartsam, GMOS-un öz bataryasını, tarix olaraq həmin bu kompüterin istehsal edildiyi tarixi bizə göstərmiş olacaq. Daha sonra fikir verirəm, məndə şinlər gəlir. Şinlər nədir? Bu da elə kompüterin üzərində, anakartın üzərində yerləşmiş olacaqdır. Şinlər bizdə elə bil ki, yaddaş və yaxud da giriş-çıxış arasında informasiyanı, daha doğrusu belə deyim, həm yaddaş olsun, həm də qurğular arasında ibarət olan bir naqillər yığımıdır. Əlaqələndirən, həyata keçirən bir naqillər yığımından ibarətdir şinlər. Daha sonra gəlirik burada növbəti hissələrdən biri. Burada kompüterdə şini kimi müxtəlif şinlərdən istifadə edilə bilərik. Biz artıq düzdür əlaqələndirici qurğuları, şinləri, topologiyaları keçmişik. Bir növ bunu da artıq danışanda əlaqələndirmiş olacağıq. Yəni təkrar kimi baxırıqsa artıq onların haqqında məlumatımız var. Sonra növbəti hissə gəlir kontroller. Kontrolleri görmüşkən burada driver haqqında da məlumat verəcəm. Kontroller əslində kontrol edir. Belə yadda saxlaya bilərsiniz ki, xarici qurğuların işlərini idarə edən elektron sxem. Amma bizə desə xarici qurğuların işlərini idarə edən proqram desə driverdən söhbət gedir. Deməli, xarici qurğuların işlərini idarə edən sxem kontrollerdir, kontrol edən. Proqram isə bizdə olacaq driver. Slotlar gəlir. Slotlar əvvəlki dendi oyun konsollarıdır ki, burada da məsəl üçün slotların şəkli var, burada yerləşir. Slotlar isə əlavə platanı anakarta qoşmaq üçün istifadə edilir. Məsəl üçün, burada da qeyd etdiyim kimi şəkildə əlavə platalar burada gəlib kompüterin üzərinə qoşulub. Bu da olur belə slotlardır. Daha sonra nə gəldi bizdə? Chipsetlər. Chipsetlər isə burada informasiya axınına nəzarət etmiş olacaqdır. Bizdə chipsetlərin iki növü var. Bir həm şimal chipsetləri olur. Həm də burada görüm yazmışam, nəsə yoxdur. Yox, bunlar haqqında ayrı olaraq qeyd etməmişəm. Deməli, chipsetlər iki cür olur. Şimal chipsetlər var, bir də cənub chipsetlər var. Onları da burada qeyd etmiş oluruq. Daha sonra burada gəlir, kompüterdə chipsetlər haqqında belə deyə bilərik ki, kompüterin daxili qurğularını idarə etmiş olur. Sonra belə deyə bilərik ki, hansı chipsetlər var idi? Şimal chipseti var idi. Məsəl üçün, şimal chipsetə nələr qoşula bilər? RAM-dır, mikroprosesordur, videokartdır. Bunları şimal chipsetə qoşa bilərik. Sonra gəlir burada nə? Takt impulsları, generatorları var bizdə. Sonra portlar var, videokart, səs kartı, şəbəkə kartı. Elə bunları görmüşkən, videokart nədir? Videokart və yaxud da video yaddaş gedəcək. Baxıram, video hara getdi bu kursorumuz? Deməli, burada fikir verirəmsə, məndə video adapter. Bir dənə baxam, kursor hara getdi? Ha, buradadır. Deməli, fikir verirəmsə, məndə gəldi, dedim ki, videokartlar. Videokartlar bizdə görüntünü monitora ötürür. Monitordakı görüntünün keyfiyyətini isə həcmdən, videokartın həcmindən asılı olaraq dəyişmiş olacaqdır. Deməli, görüntünü monitora ötürmək üçün videokartdan istifadə edilir. Əslində belə deyim, həm görüntümüz ekrana daxil olur, həm də ekrandan çıxmış olacaqdır. Çevirici qurğu olacaq. Yəni həm giriş, həm də çıxış qurğusu olacaqdır. Sonra var burada şəbəkə kartı, həmçinin də səs kartı var. Adından da göründüyü kimi səs kartı yenə səsi mikrofon vasitəsilə daxil etmiş olacaqdır. Daha sonra isə səs ucaldılıcı həmin bu qurğular vasitəsilə çıxartmış olacaqdır. Bu da çevirici qurğudur. Bir də şəbəkə kartı var. Kompüterdə şəbəkəyə qoşulan zaman əlaqələndirməni həyata keçirir. Bu da yenə çevirici qurğu olacaq. Şəbəkəyə daxil olduğum veriləni daxil etdim, kiməsə göndərdim. O da şəbəkədən çıxmış olacaqdır. Bu da şəbəkə kartı vasitəsilə həyata keçirilmiş olacaqdır. İndi növbəti hissəyə baxırıq. Fərdi kompüterləri haqqında, demək olar ki, sistem bloku haqqında məlumat vermişdim. İndi gəlirəm, fikir veririk. Növbəti hissə bizdə qaldı portlar və hansı hissə qaldı? Takt impulsları generatoru. Aha, takt impulsları generatoru və əslində takt impulsları generatoru burada müəyyən bir necə deyim, əlaqələndirici hissələrə özündə əhatə etmiş olur. Portları da qeyd edə bilərik ki, xarici qurğuları kompüterlərə qoşmaq üçün istifadə edilən, həmin bu bir növ yuvalar qeyd etmişdik ki, portlara aid edilir. Elektron bir sxematika, yuvalar kimi götürə bilərik. Deməli, xarici qurğuları kompüterlərə qoşmaq üçün istifadə edilən yuvalar ilə portlar olacaqdır ki, müxtəlif portlar var.
LPT-dir, COM-dur, USB-dir. Müxtəlif portlardan istifadə edə bilərik. Burada da qeyd etmişdik. Fikir veririk LPT, COM, USB, VGA bu kimi portlardan istifadə edilə bilər. Məsəl üçün PC2 var. PC2 mouse və yaxud da klaviaturalı qoşmaq üçün istifadə edilən portlardır. Sonra məsəl üçün ən məşhur portlardan biri elə USB-dir. USB vasitəsilə ən çox kompüterləri əlaqələndirmək üçün istifadə edilmiş olur. COM-un adını artıq LPT-nin adını eşitmişik. Məsəl üçün demişdik ki, həmin bu adlardan faylları adlandırarkən istifadə etmək olmaz. Niyə görə? Çünki onlara müraciət kimi, həmin o portlara müraciət kimi başa düşülür. O hissə oradan gəlir ki, fayl və qovluqları həmin bu LPT COM adı altında adlandırmaq olmaz. COM bizdə ardıcıl portlar idi. LPT isə bizdə istifadə edilən printerlər üçün, həmçinin də skanerlər üçün istifadə edilir. Printer və skanerlərdən LPT-dən istifadə edilir. LP, P isə paralel portdur. COM isə bizdə ardıcıl port olmuş olur. İndi növbəti hissəyə gəlirik, baxırıq. Bunun haqqında danışdıq. Sistem bloku haqqında ümumi məlumat verdik. Sistem blokunun daxilindən düşür bizdə. Anakartdan daha çox sual düşür. Klaviatura isə verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilir. Ki, klaviaturanın ümumi görüntüsünə baxsaq, klaviaturada F kombinasiyaları var, idarə edici düymələr var, kontrol yuxarı, aşağı, sol, sağdır, hərflərdən ibarətdir, rəqəmlərdən ibarət olacaq. Bir də bəzi düymələr var, əlavə düymələr var ki, özlərini əhatə etmiş olur. Ki, mən indi klaviatura haqqında daxil olaq görək, nəyə qeyd edəcəm. Deməli, klaviaturada hərf və rəqəm heç normal olaraq əlifba sırasına görə düzülür. Sonra idarə edici düymələrdən mən nəyi qeyd edə bilərəm? Kontrol var, shift var, yuxarı, aşağı, sol, sağ düymələrindən istifadə edə bilərəm. İndi artıq klaviaturada. Əlavə olaraq burada baxıram ki, funksional klavişlər var, yəni funksional düymələr var. Funksional düymələr olaraq isə F1-dən F12-yə kimi bir də əlavə düymələrimiz var. Ki, escape məsəl üçün rejimdən çıxmaq üçün istifadə edilir. Sonra nə görürəm kompüterdə? Delete məsəl üçün silmə. Kursordan sağdakı simvolları silmək üçün istifadə ediləcək. Sonra burada end. Bu arada bu çox düşür. End belə deyim, mən indi hal-hazırda end düyməsinə vursam, end düyməsinə vurduğum zaman sətrin sonuna gələcək. Home düyməsi bizdə ümumiyyətlə home sətrin əvvəlinə gələcək. Fikir veririk. Kontrollə vurduqda isə artıq sənədin sonuna, sənədin əvvəlinə keçid edəcək. Shift-də seçim etmək üçün istifadə edilir. Bir də F düymələri dedim. Məsəl üçün caps lock böyük rejimdə yazmaq üçün istifadə edilir. Page up, page down, bir ekran yuxarı, bir ekran aşağı. Yeni səhifə əlavə etmək üçün məsəl üçün Ctrl Enter düyməsindən istifadə edəcəm. Bu kimi düymələrimiz var. Əlavə olaraq bizdə Win məsəl üçün Win space bar start menüsünü açacaq. Əlavə olaraq Win space bar düyməsinə vuranda məsəl üçün klaviaturada dili dəyişmək üçün istifadə edə bilərik. Tab boşluqlar qoymaq üçün istifadə edilir. Sonra space bar da məsəl üçün bir növ boşluq qoymaq üçün, sözlər arasında boşluq qoymaq üçün tabdan sadəcə boşluq qoymaq üçün space bar düyməsindən istifadə etmiş oluruq. Ən çox düşən F düymələri də funksional düymələrdən də düşür. Məsəl üçün F1 köməkçi pəncərəni açacaq. F2 bizdə faylın adını dəyişir. F3 axtarışdır. F4 əslində Alt F4 və yaxud da Ctrl F4 gedir. Bu da pəncərəni bağlamaq üçün istifadə edilir. F5 isə refreshdir, yeniləmək üçün istifadə edilmiş olacaq. Excel'də də məsəl üçün görəndə görəcəyik. Excel'də F4 düyməsi nisbi ünvandan mütləq ünvana keçmək üçün istifadə edilmiş də olacaq. Daha sonra baxırıq bizdə gəlir monitor. Monitora keçməmişdən əvvəl bizdə mouse falan digər qruplar haqqında məlumat verməmişəm, səhv eləməmişəm. Bir dənə baxaq görək. Bu mouse'un əsas xarakteristikalarıdır. Məndə digər təqdimatda olmalıydı. Digər təqdimatda fikir veririksə, burada artıq ayırmışıq yaddaşlardır. Bayaqdan əslində danışırıq. Enerjidən asılı yaddaş qurğuları hansılardır? Əməli yaddaş RAM idi. Demişdik ki, söndü, çıxdı, getdi. Keş yaddaşdır, video yaddaşdır, registr yaddaşdır. Enerjidən asılı yaddaşlar olacaq. Digər qurğular haqqında məlumat verəcəm. Sadəcə burada bizdə mən fikir verirəmsə, kompüterin əsas tərkib hissələrindən klaviatura deməli haqqında danışdıq. Daha sonra kompüterdə sistem bloku və növbəti monitor gəlir. Elə monitor haqqında danışaq. Monitor nə idi? Sizə qurğulardan məsəl üçün mouse-dur, skanerdir. Bunlar haqqında da məlumat verəcəm. Monitor verilənlərin kompüterə daxil edilməsi üçün istifadə ediləcəkdir. Ki, monitorun növləri var. Baxıram, burada qeyd etmişəm. Monitorun əsas xüsusiyyətləri var. Bir də monitorun növləri var. Baxıram, hansı növləri var. Elektron şüa boruludur, maye kristallıdır, bir də plazma led gedir. Mən bunu ayrı niyə yazmışam? Plazma led ümumi gedəcək. Bu formada gedir. Monitorun əsas xarakteristikaları var, bir də monitorun növlərini qeyd etdim. Monitorun bəzi parametrləri hansılardır? Monitorun məsəl üçün matrisinin tipidir,
daha sonra təzadlıq dərəcəsi olacaq, ekranda təsvir edilən piksellərin sayı. Təbii ki, söhbət monitordan gedirsə, müəyyən bir bucaq, dərəcə olacaq, pikselləmə olacaq. Çünki şəkillər bilirik ki, ekranda piksellər şəklində əks edilir. Söhbət ekrandan gedirsə, pikselləmədən gedirsə, diaqonaldan, bucaqdan, tipdən, matrisin tipindən gedirsə, fikir versə hamısı bizdə monitora aid edilmiş olacaq. Bayaqdan da deyirəm, pikselləmə, ekranın pikselinin qiyməti, piksellərinin sayı. Sonra təsvirin əks olunmasının maksimal tezliyi. Yəni nə qədər sürətlə əks olunsun ekranda. Diaqonal bu görüntü, diaqonal bilirik ki, belə istiqamətdə, necə deyim? Buradan məsəl üçün belə düz bir dənə istiqamətdə xətt çəksən, bu bizdə diaqonal istiqamət olacaq. Tam olaraq belə bir şey. Məsəl üçün bu bir diaqonaldır. Deməli bu ekranda olur da diaqonal. Deməli ekranın diaqonalının ölçüsü olsun, sonra matrisinin tipi, müşahidə bucağı və ekranın müdafiə dərəcəsi hamısı bizdə burada monitora aid edilmiş olacaq. Monitorun növlərini qeyd etdik. Daha sonra gəlirdi bizdə hansı hissələr? Bu arada monitor bizdə çıxış qurğusudur. Onu da qeyd etmiş olaq. Əlavə olaraq monitor haqqında məlumat verdikdən sonra bizdə hansı qurğular var idi? Mən burada görmədim heç, yoxsa gözümdən qaçıbmı? Yox, görmədim. Deməli, əlavə olaraq qeyd etdik ki, kompüterin əsas tərkib hissəsi sistem bloku, monitor, klaviatur haqqında məlumat verdik. Əlavə olaraq hansı giriş qurğularımız var? Siçandır, skanerdir, digitizerdir, TV tunerdir, mikrofondur. Bunlar bizim giriş qurğularımızdır. Hansılar giriş qurğularıdır desə, variantlardan bunları seçirik. Mouse'un məsəl üçün, mouse nədir? Məsəl üçün, mouse'u gəlib seçdim. Burada əslində olmalıydı. Mən yəqin bəlkə bu hissəyə qoymuşam. Burada mı danışmışam? Hə, bəli, burada danışmışam elə. Elə burada qeyd edəcəm. Yaddaş qurğuları haqqında bayaqları qeyd edirik. Əsas xassələri, yaddaş qurğularının əsas xassələri nə olacaq? Həcmidir, müraciət vaxtıdır, yazılış sıxlığıdır. Daha sonra yaddaş qurğularını ilk dərsdə də qeyd etdik ki, bayaqki videoda deyəndə ki, bayaqki slaydda yaddaş qurğuları daxili və xarici olmaqla iki yerə bölünür. Daxili yaddaş qurğuları ana platanın üzərindədir. Amma xarici yaddaş qurğusu ana platanın kənarında olacaq. Sonra gəldik daxili əsas yaddaş, bir də xarici yaddaş qurğuları var. Hansılardır? Bu da bir qəbul sualıdır. Daxili yaddaş qurğuları ana platanın üzərində yerləşən qurğular idi. Cache, RAM, ROM, BIOS, flash yaddaş, GMOS, video yaddaş. Xarici yaddaş qurğuları isə floppy disk, FDD, elastiki maqnit diskidir. Bu arada ən kiçik yaddaş qurğusudur. 1,44 megabaytdır. Variantlarda kilobayt verirlər, bunu səhv götürürük. Deməli, floppy disk ən kiçik xarici yaddaş qurğusudur. Ölçüsü 1,44 megabayta bərabərdir. Optik maqnit disklər CD, DVD xarici yaddaşdır. Bütün kompüterdəki verilənlər dedim ki, disk şəklində olurdu. Sərt maqnit diskində saxlanılırdı, məlumatlar iynə şəklində oxunurdu. SSD demək olar ki, bu sərt maqnit diskindən 10 qat daha sürətlidir, amma bahadır, belə deyək. Maqnit lenti yaddaşı streamer idi. Demişdik ki, toy kasetləri, bir də daşına bilən yaddaş isə flash kartlar, mikrofonlar, bunlar da bizə xarici yaddaş qurğularına aid ediləcək. Enerjidən asılı yaddaş qurğuları qeyd etdik. Enerjidən asılılar buradadır. Yəni enerji getdi, elektrik getdisə, həmin yaddaşda müəyyən müddətli olacaq. Məsəl üçün video yaddaş. Mən hal-hazırda tutaq ki, kimsə ilə görüntülü danışıram. Görüntüdə olduğum müddətdə aktiv olacaq. Görüntü getdirsə, o da çıxıb gedəcək. Və yaxud da RAM haqqında da dedik ki, lövhəyə yazılmış məlumat kimidir. Deməli, baxıram digər qurğular, digər hansı qurğular idi, bayaqdan məlumat veririk. Məsəl üçün, xarici yaddaş qurğularından qeyd etdik ki, floppy disk ən kiçik yaddaş qurğusudur. FDD də deyə bilərik, bəli. 1,44 megabayta bərabərdir, şəklini də buradan görə bilərik. Daha sonra optik maqnit disklər var idi ki, bunlar da dedik ki, xarici yaddaş qurğularına aid edilirdi. CVD, DVD idi. Ölçülərini yadımızda saxlayırıq. Bu DVD-nin ölçüsü 4,7 ilə 17 GB arasında dəyişmiş olur. DVD-nin ölçüsü daha çox düşür. CD-nin də adını, nömrəsini, daha doğrusu ölçüsünü yadda saxlaya bilərik. 650-700 MB, digəri isə 4,7-17 GB arasında dəyişmiş olacaqdır. Ki, demişdik ki, CD-R, CD-RV, DVD-R, DVD-RV olaraq bölünür. Fərqləri nə idi? Demişdik ki, CD-R-ə məlumat yaza bilmirdik, silə bilmirdik, dəyişikliklər apara bilmirdik. CD-R-də isə əksinə dediklərimin hamısını etmək mümkün idi. Əlavə olaraq bizdə daxil etmə qurğularından mən qeyd etmədiyim qurğular varmı? Burada bilmirəm, Skynet falan burada qeyd etmişəm, yoxsa yox. Deməli, periferiya qurğuları nə idi? Periferiya qurğuları qeyd etmişdik ki, kompüterdə xarici əsas qurğular ilə kompüterin xarici qurğuları, sistem interfeysi ilə demişdik ki, kompüterə qoşulmuş əlavə qurğular bizdə periferiya qurğuları adlanırdı. Kontroller və əslində driverin fərqini demişdik. Kontroller qurğu idi, driver proqram idi. Xarici qurğuların işlərini idarə edirdi. Yəni, periferiya qurğularının.
Periferi qurğuları ilk olaraq qeyd etmişdik ki, daxil etmə, xaric etmə, həm də daxil etmə və xaric etmə olaraq bölünə bilər. Bəli, burada elə skanerlərdir. Bura gəlib çıxmaq istəyirdim. Axır ki, gəlib çıxdıq. Daxil etmə qurğuları qəbula düşür. Hansıları daxil etmə qurğusudur, hansıları xaric etmə qurğusudur, həm daxil etmə, həm də xaric etmə qurğusu hansıdır? Bu formada düşə bilər. Klaviatur haqqında məlumat verdik. Deməli, klaviatura verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilirdi. Daha sonra mouse var idi. Mouse bəli, verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilirdi. Mouse-da bilirik ki, 2 dənə hərəkət istiqaməti var idi. 2 dənə düyməsi var idi daha doğrusu. Sol hissə vasitəsilə seçirdik. Sağ hissə vasitəsilə verilən obyektə daxil olmuş olurduq. Sonra burada mouse'un bu arada növləri var ki, onların da görəcəyik burada şəkillərin. Fikir verirsə mouse-dur, trackball, joypad, bunları variantlarda görsək, bunlar hər biri də bizdə daxil etmə qurğusu olacaq. Təkmilləşməsinə görə, kompüterin funksionallığına görə, istifadə mexanizminə görə bizdə mouse'ları müxtəlif. Məsəl üçün, bunu oyun konsollarda ki, istifadə edirsiniz joypadlərdən. Demək olar ki, istifadə etməyən yoxdur, amma adını bilmirik. Çoxumuz bilmirik. Həmin onların adı joypadlardır. Daha sonra baxaraq növbəti hissə gəlirdi bizdə. Mouse-dan sonra skanerlərdir. Skanerlər verilənlərin kompüterlərə daxil edilməsi üçün istifadə edilmiş olurdu. Daha doğrusu kompüterə deyirəm. Verilənlərin kompüterdən kağız üzərinə daxil edilməsi üçün, yəni skan edilməsi üçün istifadə edilirdi. Kağız vərəq üzərindən verilənləri kompüterə daxil etmək olurdu. Deməli, skanerlərin hansı növləri var? Əl ilə işləyən skanerlər var, stol üstü skanerlər var. Əl ilə işləyən skanerlər artıq hər birimiz bilirik. Bunlar bizdə, məsəl üçün, marketlərdə gedirik, məhsul alırıq. Həmin bu barkod oxucular bizdə skanerlərdir. Onların kodlarını oxuyub skan etmiş olur. Bir də var stol üstü. Stol üstü də bu 3 dənə şəkildir. Flatbeddir, sheetheaddir, bir də overheaddir. Flatbed nə edir? Bu qiymətcə demək olar ki, digərlərindən bahadır, həm də ağıllı hesab edilir ki, budur, şəkli qoyursan, rahat şəkildə skan edib kompüterə göndərmiş olacaqdır. Daha sonra bu var sheetfitdir. Sheetfit isə bu, məsəl üçün, bunun mənfi xüsusiyyəti odur ki, mən burada, məsəl üçün, jurnal salıb çıxarda bilmərəm, bir kitab üzü çıxarda bilmərəm, skan edə bilmərəm. Niyə görə? Çünki dartılmış vəziyyətdə, çevrilmiş vəziyyətdə verilənləri taxıb onları skan etmiş oluruq. Sonra gəlir bizdə overhead. Overhead isə bu da rahatdır. Bundan da rahat şəkildə istifadə etmək olar. Rahat şəkildə ilə burada şəkildir, daha doğrusu kitabda boş ayaq şəkildə qoyub verilənləri burada rahat şəkildə skan etmiş oluruq. Bu da oldu bizdə skanerlər. İndi baxıram skanerlərdən sonra mikrofon haqqında məlumat verdik. Verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilir. Əlavə olaraq burada var idi, baxırıq. Əlavə olaraq burada var. Qrafiki planşetlər, web kamera haqqında danışmışdım əslində. Web kamera verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilir. TV tuner kompüterdəki TV əlaqələrini əks etdirmiş olur, daxil etmiş olur. MIDI isə MIDI klaviatura ilə klaviaturanın kiçik bir növüdür. Qrafiki planşetləri isə verilənlərin kompüterə daxil edilməsi üçün istifadə edilir. Ki, məsəl üçün, planşet kimi bir şeydir, kiçikdir də. Məsələn, burada ekranın görüntüsü yoxdur. Sadəcə onu kompüterə qoşub əlaqələndirdiyimiz zaman mən həmin onun üzərinə yazdıqca ekrana çıxacaq. Bu da qrafiki planşetdir. 2024-cü ilin 2-ci cəhdində doğru mülahisələri seçin deyə bir sual var idi. Qrafiki planşet yazılmışdı ki, verilənlərin kağıza daxil edilməsi üçün. Verilənləri mən kağıza deyil, kompüterə daxil etmək üçün qrafiki planşetdən istifadə etmiş olurdu. Mən yazırdım, kompüterdə əks olunurdu. Deməli, informasiyanı xaric edən qurğu, yəni xaric etmə qurğularıdır. Hansı xaric etmə qurğuları var? Tanıdığımız. Baxırıq xaric etmə qurğularına. Monitor, printer, plotter, proyektor, səs ucaldılanlar və qulaqcıqlar. Daha qısa olanlar haqqında danışaq. Qulaqcıqlar dedik ki, daha doğrusu dedik ki, səs kartı vasitəsilə verilənlər daxil olunur. Səs ucaldılanlardır, qulaqcıqlardır, naushnik vasitəsilə isə səslər xaric etmiş olurduq. Proyektorlar demək olar ki, bilməyən yoxdur. Proyektorlar kompüterin ekrandakı informasiyasını hər hansısa bir müstəviyə əks etdirmək üçün proyektorlardan istifadə etmiş oluruq. Bunu, məsəl üçün, xaric etmə qurğusu PPP formada yadda da saxlaya bilərsiniz. Printer, plotter və proyektor olaraq. Deməli, mən monitor haqqında danışdım. Verilənlərin ekranda çıxması üçün istifadə edilmiş olurdu. Daha sonra nə var idi? Monitor haqqında danışdıq. Printer biraz genişdir, onun haqqında məlumat verəcəm. Gəlin plotter haqqında məlumat verək. Printer bilirik ki, normal şəkildə A4, A3, A5 formatında verilənləri çıxartmaq üçün istifadə edirik. Printer isə daha böyük ölçüdə reklamdır, afişalardır, plotterlər, reklamlardır, afişalardır. Daha böyük ölçüdə verilənlərin çap edilməsi üçün istifadə edilmiş olacaqdır. İndi gəlirik növbəti hissə. Bizdə bir dənə qaldı printerlər. Görək, printeri ayrı yazmışam.
Aha, printerlərə fikir veririk. Printerlər verilənlərin kağız üzərində, kompüterdəki olan verilənlərin kağız üzərində çap edilməsi üçün istifadə edilmiş olurdu. Burada məsəl üçün LPT və USB portlarından istifadə edilə bilər. Daha sonra kompüterdəki printerlər zərbli və zərbsiz olmaqla iki yerə bölünmüş olacaq. Bir də bu printerlərin özünə məxsus xarakteristikaları var. Görək burada qeyd etmişəm. Bəli, printerlərin əsas xarakteristikaları var ki, printerlə işləyirəmsə, məsəl üçün müəyyən bir verilən çap edəcəmsə, mənə çapın keyfiyyəti, sonra qiyməti, rəng imkanı, fikir veririk, əməliyyat prinsipi, işləmə qabiliyyəti, çap keyfiyyəti, ki, qrafiki imkanların olub-olmaması. Rəng imkanı ilə qrafiki imkanı demək olar ki, bir-birlərinə aid etmək olar. Burada bir dənə qaldı səhv eləmirəmsə printerlər haqqında. Printerlər də dedik ki, zərbli və zərbsiz olmaqla iki yerə bölünür. Zərbli printerlər var, matrisli və literli. Zərbsiz printerlər isə şırnaqlı, lazerli və termiki olur. Məsəl üçün burada termiki qızdırılır, müəyyən bir hissə götürülür, qızdırılır. Daha sonra isə həmin qızdırılmış hissə üzərində verilənlərin çap edilməsi üçün istifadə edilir. Əslində termiti adından gəlir ki, bunların qızdırılması ilə bağlıdır. Müəyyən hissə götürülür, ləkə kimi qızdırılır və həmin hissədə qeyd etdiyim kimi, məsəl üçün müəyyən bir ləkə kimi iz yaranır. Ki, həmin o izdə isə rəng imkanlarından söhbət getdi. İstədiyimiz rəngə verib, istədiyimiz formada veriləni çap edə bilirdik. Sonra lazerli bölməsi gəlir. Lazerli idi. Bu, məsəl üçün, hal-hazırda çıxan aparatları misal göstərmək olar ki, təsvirin daha rahat şəkildə əldə edilməsi üçün, çap edilməsi üçün istifadə edilmiş olacaqdır. Ki, bu zaman LED işıqlardan istifadə edilir. Sonra şırnaqlı printerlər qeyd etdik. Şırnaqlı printerlər demək olar ki, zərbsiz printerlər, daha doğrusu zərbsiz printerlərdən zərbsiz printerlərdən belə deyim, şırnaqlı printer demək olar ki, tam olaraq səssiz işləyir. Şırnaqlı printerlər isə rahat şəkildə verilənləri çap etmək üçün, müəyyən bir verilənləri çap etmək üçün şırnaqlı printerlərdən istifadə edilə bilər. Zərbli printerlər qeyd etdik ki, literli və matrisli olur. Matrisli nə idi? Yəni, burada müəyyən bir işarələrdən istifadə edilirdi ki, məsəl üçün, kağız üzərində müəyyən bir nöqtələr toplusu seçilirdi. Həmin topluda müəyyən bir, məsəl üçün, tutaq ki, başlıqlar seçirəm. Həmin bu başlıqlara əsasən isə verilənlər iynələr vasitəsilə oxunurdu ki, həmin verilənləri çapa verilməsi üçün iynələr vasitəsilə verilənlər oxunmuş olurdu. Bu oldu printerlər. Printerlərdən sonra gəlirdi informasiyanı daxil edən qurğular. Deməli, informasiyanı daxil edən qurğular haqqında əslində danışmışdıq. Amma burada həm daxil etmə, həm də xaric etmə qurğusudur. Bayaqdan əslində deyirik, şəbəkə kartıdır, video kartdır, həmçinin səs kartıdır. Bayaqdan bunların haqqında danışmışıq. Bizdə qalır sensor monitor. Sensor adi telefon, gündəlik olaraq istifadə edirik. Veriləni telefona daxil edirik. Daha sonra nə edir telefon? Həmin yazdığımız məlumatı ekranda çıxartmış olacaqdır. Ona görə də sensor monitorlar da bizdə həm daxil etmə, həm də xaric etmə qurğusu olacaq. Faks isə informasiyanı yenə də həm qəbul edən, həm də daxil edən qurğulardan biri olacaq. Sonra burada nə gördüm? Daxil etmə və xaric etmə qurğularından modemlər görürəm. Modemlər də deyək ki, verilənləri kompüterlərdə, daha doğrusu verilənlərin kompüteri deyirəm. Modemlər deməli kompüter şəbəkəsinə qoşulmasını, kompüterin şəbəkəyə qoşulmasını təmin edən qurğu olmuş olacaqdır. Bu da ki, özü də daxili və xarici qurğu olaraq iki yerə böləcək. Daxili modemlər var, xarici modemlər var. Ümumiyyətlə, bu prosesi, məsəl üçün, daxilini xarici modelə, xaricini daxilə çevrilməsi prosesi, ümumiyyətlə, burada yanlış qeyd etdim. Qurğular haqqında belə deyə bilərik ki, modemlər analoq siqnalları rəqəmsala, rəqəmsalı isə analoqa çevirmək üçün istifadə edilmiş olacaqdır. Ona görə də bizdə modemlər də çevirici qurğu olacaq. Deməli, həm giriş, həm də çıxış qurğuları dedik ki, modemdir, sensor monitorlardır, fakslardır, sonra kartdan olanlar, şəbəkə kartı, səs kartı, video kartı və yaxud da video adapter olaraq qeyd etmiş olacaq. Bu texniki təminatdan qeyd edəcəyim hissələr bu qədərdir. Yəni, qəbula demək olar ki, element bazalarından düşür, sonra əsas tərkib hissələri, bir də mülahisələr şəklində düşür, bir də qısa yollara diqqət edin də, qısa yollar demək olar ki, Word adı altında düşür.
Yəni burada da diqqətlə baxsaq, BIOS konfiqurasiyasıdır, sonra mikroprosesorun, kompüterin əsas xarakteristikası düşür. Qəbula bu tip yerlərdə diqqət etmək lazımdır. Mən burada demək olar ki, kompüterin texniki təminatı ilə bağlı olan, demək olar ki, bütün bir çox şeyi vurğuladım. Hər şeyi qeyd etmiş oldum. Ümid edirəm ki, belə. Gələn videoda isə inşallah qəbula düşmüş, həmin bu texniki təminatı ilə bağlı olan sualların izahına baxmış olacağıq. Ümid edirəm ki, hər bir şeyi çatdırdım, hər bir şey aydın olmuşdur. İnşallah növbəti video izahlarda görüşənədək hər birinizə uğurlar əsər edər.